Quranda bir surə var. Rahman surəsi. İlk oxu boyunca bu surənin ayə nömrələrini qeyd et. 1, 2, 3, 4, 5, 6, 77, 78. İlk oxu boyunca hər bir ayənin müvafiq hərf sayı qədər yüksəl. Məsələn 1, 6, yəni birinci ayə 6 hərfdir. 2, 10, yəni ikinci ayə 10 hərfdir. 3, 9, yəni üçüncü ayə 9 hərfdir. Bu şəkildə ta 78, 25, yəni 78-ci ayə 25 hərfdir. Daha sonra bu kəsişmə nöqtələrini birləşdiririk və qarşımıza belə bir qrafik çıxır. Baxın, bir nöqtə xüsusi diqqətimizi çəkir. 33-cü ayədə kəskin yüksəlmə müşahidə edirik. Baxaq, Rahman surəsi 33-cü ayə nədən bəhs edir? Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa keçin. Böyük bir güc olmadan əsla keçə bilməzsiniz. Ayədə yerin hüdudlarından keçib getməkdən danışılır və qrafik tam da həmin nöqtəyə gəldikdə kəskin şəkildə yüksəlir və ancaq böyük bir güc ilə keçə bilərsiniz deyilir. Biz insanlıq olaraq yerin hüdudlarından çıxa bilmişikmi? Bəli. Yuri Gagarin 1961-ci ildə yerin hüdudlarından çıxmışdır. Nə ilə? Raketlə. Yəni böyük bir güc ilə. Təkrar edirəm, ayədə yerin hüdudlarından böyük bir güclə keçib gedilməsindən danışılır və qrafik tam da həmin nöqtəyə gəldikdə sanki raketlə yüksəlirmiş kimi kəskin şəkildə yüksəlir və dərhal da əvvəlki seyrinə qayıdır. Bitdimi? Xeyr. Yerin hüdudlarından böyük bir güclə keçib getməkdən bəhs edən bu ayədə yerin hüdudlarından böyük bir güclə keçib gedən ilk şəxs Qaqarinə hər hansı bir işarə varmı? Hansı ayə dedik? Rahman surəsi 33-cü ayə. Yəni 55-ci surə 33-cü ayə. 55-33. Qaqarinin doğulduğu şəhər. Qaqarin şəhərinin coğrafi enlik koordinatı tam olaraq 55-33. Və burada digər bir incəlik də biz bu 55-33-ü, 55-i enlik, 33-ü uzunluq koordinatı olaraq alsaq, bu yenə də Smolensk oblastının içinə düşür ki, bu da yenə Qaqarinin doğulduğu oblastdır. Grafikin aşağısında göy rəngli başqa bir qrafik daha görürsünüz. Burada da yenə bayaq etdiklərimizin eynisini edirik. Sadəcə hər bir ayənin hərf sayı qədər yox, hər bir ayənin kəlmə sayı qədər yüksəlirik. Yenə burada da ən pik hədd məhz 33-cü ayəyə düşür. Bu möcüzə yenidir, yepyenidir. 2 gün öncə kəşf olunmuşdur. Muhammed Ali Arslan adlı şəxs tərəfindən. Təşəkkür edirik.